Salam əziz şagirdlər, ilk öncə onu demək istəyirəm ki, dərslərimizə qeydiyyatdan bitmək üzrədir. Əgər qeydiyyatdan keçmək istəyirsinizsə, Instagram səhifəmizə yaza bilərsiniz. Amma onu da demək istəyirəm ki, həftə içi qruplarımız dolduğu üçün sadəcə alt və xanımlar günləri 2 saat olmaqla keçiriləcək. Qruplar 50 manat, fərdi isə 80 manat. Uşaqlar, onu demək istəyirəm ki, siz nə qədər test işləyirsinizsə işləyin, amma din topunu ən azı birinci dəfədə olsa işləməminizsə başqa test işləməyə adı yoxdur. Yəni, onsuzsa bütün OTK sınaqları olsun, dövlət imtahan mərkəzi özü imtahanı olsun. Yəni, bunlar hamısı bu din topluya əsasləndir. Yəni, siz bunu işləməmiş, başqa bir testə basmaq adı yoxdur. Ona görə də mən istəyirəm ki, buradan sizin üçün 40 dənə sual izah edim. Başlayırıq. Paleolit, mezolit, neolit, eneolit. Azərbaycanda ad paleolit öyrənilmişdir. Təbii ki, azıq mağarasından əldə edilən tapıntılar əsasında. Niyə görə? Bax. Çuraz mədəniyyəti əsasında erkən tunc dövrü, Babadərviş yaşayış yerindən tapılmış materiallar əsasında hansı ki ibadətgahlar idi, bu da erkən tunc dövrü idi. Qobustandakı qədim qayaüstü təsvirlər əsasında, Naxçıvan da Gültəpə əsasında, birinci Gültəpə erkən tunc dövrü, ikinci Gültəpə isə orta tunc dövrü. Neolit dövründə yolçuluq və ovçuluq əsas məşğuliyyət sahəsi oldu, yanlış. İlk əkinçilik vərdişləri meydana çıxdı, mezolit. Heyvanların əhləşdirilməsinə başlandı, mezolit. Müxtəlif sənət sahələri meydana gəldi, doğru. Hansı ki, dəri işləmə, daş işləmə, cilalama, bu cür şeylər, D variantı. Alt və orta paleolit dövrlərinin ümumi cəhəti. Ağıl insanın formalaşması üst paleolit. İlk əkinçilik vərdişlərinin yaranması mezolit. Nidrinti adlanan yeni insan tipinin mövcud olması orta paleolit. Əmək alətlərinin daşdan hazırlanması D variantı. Paleolit və mezolit dövrlərinin ümumi cəhəti. Qəbil icmasının yaranması yanlış. Sadəcə üst paleolitdir. Mövcud olması desəydi olardı. Əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsi olması xeyr. Axirət dünyasına inamın yaranması orta paleolitdir. Mövcud olması olsaydı ola bilərdi. İstehlak təsərrüfatının mövcud olması doğrudur. Alt paleolit dövründə etibarən digər dövrlərdə də mövcud olmuşdur. Mezolit dövründə sadəcə olaraq istehsalda yaranmışdır. Uyğun variantı müəyyən edin. İlk şəhər mərkəzinin yaranması orta tunc dövrüdür. Deməli 1 və 5 olmaz. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc dövrü 2 də olmaz. İlk metalın əldə edilməsi eneolit. Uşaqlar, oturaq həyata keçid neolitdir. Ona görə də 6 olmaz. Burada 5-i bura bu dəfə verib. Oturaq həyata keçsə 3-5. B variantı. Uyğunluğun müəyyən edilgəndə toxuculuğa yaranması təbii ki, neolit. Nidrinti adamın yaranması təbii ki, orta paleolit. İlk metalın əldə edilməsi eneolit. 2-3 E variantı. Çuraz mədəniyyətinin formalaşması da erkən tunc dövrüdür. Azərbaycanda neolit dövrü üçün səciyyəvi idi. İlkin əkinçilik vərdişlərinin yaranması mezolit, metal alətlərdə istifadə edilməsi eneolit, mənzilmə təsərrüfatının yaranması ad paleolit dövrü, əhalinin oturaq həyata keçməsi D variantı. Üst paleolit dövrünə aiddir. Azərbaycanda insanın yaranması ad paleolit dövrü, insanların süni əldə etməyə başlaması ad paleolit dövrü, daha sonra orta paleolit dövrü, axirət dünyasının yaranması orta paleolit dövrü, insanların qəbilədə yaşaması üst paleolit dövrü D variantı. Azərbaycanda mezolit dövrü üçün səciyyəvi idi. Ox və kamanın ixtira olunması doğru, səciyyəvi deyil bizə. O görə də A variantı olmaz. Heyvanların əhləşdirilməsinə başlanması səciyyəvidir. Tarix fəqlərinin yaranması yanlış, orta tunc. Nidrinti adama aiddir. İlk insan məskənlərinin salınması xeyr, ad paleolit dövrü. Ovçuluq və yazılıqla məşğul olması doğru, B variantı. İlk dəfə heyvanların əhləşdirilməsi mezolit, qəbilədə yəni ağıllı insan, qəbilə icması şəklində yaşaması, bu da üst paleolit dövründən etibarən yəni ağıllı insana aiddir. İlk dəfə daşdan əmək alətlərinin hazırlanması ad paleolit dövrü, yəni bazarlı insan. 11-ci sual. Yenə deyir nidrinti adama aiddir. O nidrinti adam orta paleolit dövrüdür. Onun üçün yaşaması bu alt və orta paleolit dövrlərinə oxşar cəhətdir, yəni bazarlı insan və nidrinti adam üçün oxşar cəhətdir. Uyğunluğu müəyyən edin. Orta daş dövrü, yəni mezolit. Ana xaqanlığının mövcud olması təbii ki 1 olacaq. Yeni daş dövründə neolitdir, bu da olacaq. 1-3. 1-3 daha doğrusu. C variantı. Qəbil icmasının yaranması üst paleolit dövrüdür. Birinci böyük ictimai əmək bölgüsü isə erkən tunc dövrüdür. Uyğunluğu müəyyən edin. Orta daş dövrü, yəni mezolit. Mütləq təmək alətlərdən istifadə edilməyə başlanması 1. 3 olması mövcud olması olsaydı ola bilərdi. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunc dövrü. Toxa əkinçiliyinin inkişaf etməsi eneolit. Hansı ki eneolit, yəni mis daş dövrü eneolitdir. Eneolit hansı ki toxa əkinçiliyi dövrü də adlanırdı. Yəni cavabımız olacaq 1 və 5. Heyvanlar uzaq məsafədən ovlanmağa başlandı, insanlar qeydiyyatlarını daha da artırdılar. Verilənlərin hər ikisi nəticəsidir. Hansı ki bu mezolit dövrünə aiddir. İlk əmək alətlərinin hazırlanması yox, ictimai əmək bölgüsünün baş verməsi xeyr, qəbilənin dağılması xeyr, iqta əkinçiliyinin yaranması bu da xeyr. Cavabımız olacaq E variantı. Ox və kamanın ixtirasına. Toxuculuq və saxsı qablar istehsalının yarandığı dövr neolit. Mis alətlərin hazırlanmasına başlanması, təsərrüfatda əsasında daş alətlərdən istifadə edilməsi, verilənlərin hər ikisinə aid olduğu dövr eneolit A variantı. İlk əkinçilik vərdişlərinin yaranması, iqta maldarlığının əsasının qoyulması, orta daş yəni mezolit. Uyğunluq pozulmuşdur. Üst paleolit dövrü ağıllı insanın yaranması doğru, orta tunc dövrü sənətkarlığın müstəqil sahəyə çevrilməsi doğru, alt paleolit dövrü insanların süni notdan istifadə etməsi doğru. Daha doğrusu yanlış. Çünki alt paleolit dövrü deyil, orta paleolit dövrüdür. Özünü sayın uşaqlar. Uyğunluq gözlənilmişdir. Yığıcılıq istehsal təsərrüfatı xeyr, istehlak, yəni mənzilmə. Şuraz mədəniyyəti istiqlal bitkilərin yaranması son tunc olmalı idi bu. Şuraz mədəniyyəti isə erkən tunc dövrüdür. Şuraz mədəniyyəti şumlama zamanı qoş heyvanlardan istifadə olunması təbii ki, C variantı. Azərbaycanda neolit dövründə köçmə yayla maldarlığı yaranmışdır. Erkən tunc dövrü. İnsanlar içində metalla tanış olmuşdur. Eneolit. Sənətkarlıq müstəqil sahəyə çevrilmişdir. Orta tunc dövrü. Daha əkinçilik, yaxşı əkinçiliyə bezikmişdir. Erkən tunc dövrü. Sümük və daşdan alətləri hazırlanmışdır. E variantı təbii ki də. Verilənlərin hamısı Azərbaycanda iqta icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Ağıllı insanın formalaşmasına başa çatması, insanların ana xətti ilə qohumluq əsasında birləşməsi, qəbilədə nəsli icmasının yaranması. Təbii ki də üst paleolit dövrüdür. E variantı. Uyğunluq gözlənilmişdir. Neolit dövründə ikinci ictimai əmək bölgüsü meydana gəlmişdir. Yanlış. Orta tunc dövrü olmalı idi. Paleolit dövründə istehsal təsərrüfatına keçirilməsi əsasına qoyulması yanlış. Mezolit olmalı idi. Mezolit dövründə insanlar mikro alətlərdən istifadə etmişdilər. C variantı.
Tunc dövründə işlənən metaldan əmək alətləri hazırlanmağa başlamışdı. Xeyr, eneolit olmalı idi. Dəmir dövründə birinci istismar əmək bölgüsü baş vermişdi. Yanlış. Çünki erkən Tunc dövrü olmalı idi. Daha əvvəl baş vermişdir. İlkin şəhər mərkəzlərinin yaranması orta Tunc dövrü. Atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi son Tunc dövrü. İnsanların toxuculuqla məşğul olması neolit dövrü. Birinci istismar əmək bölgüsünün baş verməsi erkən Tunc dövrü. Mikro əmək alətlərindən istifadə edilməyə başlanması mezolit dövrü. Yəni cəmi E variantı. Daha əvvəl baş vermişdir. Ana xaqanlığının yaranması üst paleolit dövrü, axirət dünyasına inamın yaranması orta paleolit dövrü, köçmə yaylaq maldarlığının meydana gəlməsi erkən Tunc dövrü, üzümçülük və bağçılıq sahələrinin meydana gəlməsi orta Tunc dövrü, istehsal təsərrüfatının meydana gəlməsi mezolit dövrü. Bizdən əvvəl soruşulana görə cavabımız B variantı. Orta daş dövrünün əlamətlərindən biri ilk insan məskənlərinin salınması. Yəni orta daş dövrü mezolit dövrüdür. İlk insan məskənlərinin salınması alt paleolit dövrü. İlk əkinçilik vərdişlərinin yaranması təbii ki də B variantı da əkinçilik. Azərbaycanda ata xaqanlığının mövcudluğu dövründə fərqli olaraq ana xaqanlığı dövründə insanlar kollektiv halda yaşayırdı, metaldan alətlər hazırlanırdı. Bu oxşardı. Meydana gəlməsi olsaydı ola bilərdi. Əkinçilik və maldarlıq meydana gəlmişdir, təbii ki də C variantı mezolit dövrünə aiddir. Hansı ki bildik, ana xaqanlığı dövrü üst paleolit dövründə yarandı, erkən Tunc dövrünə qədər davam etdi. Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən fərqli olaraq eradan və 7-ci minillikdə qan qohumluğuna əsaslanan insanlar birliyi, yəni bizə demək ki, mezolit dövründən fərqli olaraq neolit dövründə qan qohumluğuna əsaslanan insanlar birliyi mövcud idi. Yəni ana xaqanlığı doğru, oxşardı amma. Daşdan əmək alətləri hazırlanırdı, bəli, oxşar. İnsanlar dulçuluqla məşğul olurdu, cavabımız olacaq C variantı. Azərbaycanda eradan əvvəl 12-8-ci minilliklərdən fərqli olaraq eradan əvvəl 6-4-cü minillikdə, yəni mezolit dövründən fərqli olaraq eneolit dövründə əhali toxuculuqla məşğul olurdu. A variantı təbii ki də neolit dövründə yarandı, digər dövrlərdə də davam etdi. Cavabımız olacaq A variantı. Uyğunluq gözlənilmişdir. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdılar. Üst paleolit dövründə doğru. İlkin şəhər mərkəzlərinin yaranması orta Tunc dövrü. İnsanlar süni ot əldə etməyi öyrəndilər orta paleolit dövründə. Daşların deşilməsi və cıvalanması öyrənmişdi mezolit dövründə. Neolit dövründə daha doğrusu üzülmüş uşaqlar. İlk metal əldə edilmişdir eneolit dövründə. Neandertal adam üçün səciyyəvi deyil. Ovçuluq və yolculuqla məşğul olması səciyyəvidir. İbtidai maldarlığın əsasının qoyulması xeyr. Ağıllı insan, yəni mezolit dövrü. Neandertal da isə orta paleolit dövrü idi. Neandertal adam üçün səciyyəvi deyil. Ovçuluqla məşğul olması, daşdan əmək alətlərinin hazırlanması bunlara aiddir. Mənimsəmə təsərrüfatı ilə məşğul olması doğru. Əkinçilik vərdişlərinə yiyələnməsi yanlış. Çünki bildiyimiz kimi ibtidai əkinçilik mezolit dövründə yarandı, yəni ağıllı insan. Edervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Bacarıqlı insan, ağıllı insan. Ulus modu sürə yaşamışdır. Bacarıqlı insan bilə A. Daş sümük və ağac əmək alətlərindən istifadə etmişdir. Oxşar. Ox və kaman ixtira etmişdir. Ağıllı insan. İlk dəfə təbii yolda istifadə etmişdir. Bacarıqlı insan. Alt paleolit dövrü. Qəbil icmasında yaşamışdır. Ağıllı insan. E variantı 37 sualda. Daha sonra keçirik 33-ə. Mezolit dövründə yazılarla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə edirdilər. Onlar ağaclar, sümüklər və ya sivri daşlar torpağı yumşaldıb ehtiyat saxladıqları yabanı bitki toxumlarının bir hissəsini basdırırdılar. Bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirdilər. Verilən proseslərin nəticəsində ibtidai əkinçilik yarandı. A variantı. Mezolit dövründə yazılarla məşğul olan qadınlar toxumların yerə düşüb cücərdiyini, böyüdüyünü müşahidə edirdilər. Onlar ağaclar, sümüklər və ya sivri daşlar torpağı yumşaldıb ehtiyat saxladıqları yabanı bitki toxumlarının bir hissəsini basdırır, yenidən məhsul alırdılar. Verilən proseslərin nəticəsində istehsal təsərrüfatına əsası qoyuldu. A variantı. Doğru cavabımız. Edervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Bacarıqlı insan, neandertal insan, ağıllı insan. Kollektiv formada yaşamışdır. Hər ikisi. Hər üçü daha doğrusu. 4-də A variantı. İlk yaşayış məskənlərinin salınması bacarıqlı insan. Orta paleolit dövründə meydana gəlməsi neandertal insan. Daşları cavlamaq bacarıqlı ağıllı insan. Ox və kaman ixtira etmişdir ağıllı insan. Eradan əvvəl 12-8-ci minilliklərə aid edən bu dövrdə heyvanlar uzaq məsafədən ovlanmağa başlandı. İbtidai maldarlıq və əkinçiliyin əsası qoyuldu. Haqqında bəs ondan dövrdən fərqli olaraq insanlar. Eneolit dövründə əkinçiliklə məşğul olurdular. Yanlış mezolit dövründə etibarən başlamışdır. Neolitdə ilk sənət sahələri ilə tanış oldular. Bəli, daşlama, dənişləmə, cıvalama, bu kimi şeylər B variantı. Mezolit dövründə başlayan hansı proses eneolit dövründə başa çatmışdır? Təbii ki də heyvanların əhəlləşdirilməsi. Neolit dövründə qəbilənin həyatında baş vermiş dəyişikliklərdən deyil. Saxsı qabların hazırlanması, düz. İnsanların toxuculuqla məşğul olması aiddir. Əhalinin oturaq həyata keçirməsi aiddir. Metaldan bəzək əşyalarının hazırlanması eneolit dövrü. İlk metal eneolit dövrünə aiddir. 4, yalnız 4. B variantı. Ana xaqanlığı dövrünə aid olmayan əlamət. Heyvanlardan qoşqu vasitəsi kimi istifadə etməyə başlanması erkən Tunc dövrü. Axı biz demişdik ki, ana xaqanlığı erkən Tunc dövründə subetekli, əvəzində isə xaqanlığı yarandı. A variantı. Ana xaqanlığı dövrünə aid olmayan əlamət. İnsanların qan qohumluğu əsasında birləşməsi. Doğru. Heyvanlara inamın meydana gəlməsi, doğru. Ox və kamanın ixtira olunması, doğru. Tuğ əkinçiliyinin yaranması, doğru. İnsanların misli alətlərin hazırlanması, doğru. Bir dəqiqə bizim vəsait etdik. Bizə deyir ana xaqanlığı dövrünə aid olmayan əlamət. İnsanların qan qohumluğu əsasında birləşməsi. Təbii ki də aiddir. Heyvanlara inamın meydana gəlməsi. Bax bu orta paleolit dövrüdür. Onda isə ana xaqanlığı hələ yox idi. Ana xaqanlığı hələ yaranacaq üst paleolit dövründə. Mənə əziz şagirdlər, bugünkü tezsiz bu qədər. Əgər videonu bəyəndisə, like etməyi və paylaşmağı unutmayın. Yenə deyirəm, dərslərimizə qeyd olmaq üçün Instagramda yaza bilərsiniz. Qrupa 50 manat, fərdi 80 manat. Sağ olun, salamat qalın.